Böyük Azərbaycanın qurucusu olan Heydər Əliyevin ana təbiətimizin qorunması üçün hansı həssaslıqlar göstərdiyini bugün hər kəs bilir və onun uğurlu siyasətini davam etdirən Cənab Prezidentimiz də hal-hazırda Azərbaycanda bioloji müstəqilliyin qorunması kimi işlərin uğurla həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında böyük bir məqsəd və peşə kimi qoymuşdur. Son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin daha çoxaldığını sizə məlumat vermək istəyirəm. 2 il bundan əvvəldə bizdə Azərbaycanda 10 milli park var idisə, hal-hazırda 12 milli parkımız var. Bir şart xəbəri də sizə vermək istəyirəm. Yaxın günlərdə Kəlbəcəri, Laçını, Xocalı ətrafını, Ağdərəni, böyük bir ərazi, 100 milli hektardan yüksək bir ərazini rəqəm göstərməklə xüsusi mühafizə altına almağı gerçəkləşdirəcək və yeni bir milli parkımız yaranacaq. Bu günləri bizim üzərimizə düşən vəzifədən sizə bir-iki kəlmə bəhs etmək istəyirəm. Göygöl Milli Parkı və Bioresurslar İnstitutu olaraq biz də bizə verilən bu vəzifələrdən istifadə edərək təbiətin qorunması kimi önəmli bir işi öz üzərimizə götürmüşük. Hal-hazırda Göygöl Milli Parkında elmi araşdırmaların icrası ilə məşğuluq. Xüsusi qeyd etmək istəyirəm ki, Göygöl Milli Parkı Azərbaycanın və deyərdim ki, dünyanın gözüdür. Dünyanın heç bir yerində belə bir şey yoxdur, belə bir yer yoxdur, məkan yoxdur. 423-dən çox bitki növünə və ağac və kol növlərinə sahiblik edən belə bir ərazidə nə qədər biz istəsək, elmi tədqiqat aparmaq istəsək, şərait var, növlərin aşkarlanmasına ehtiyac var. Bugün də tədqiqatlar nəticəsində bura əliboş gəlməmişəm. 2023 və daha əvvəldə 2013-cü ildə 10 ildən bir nəşr olunan Azərbaycanın Qırmızı kitabında Azərbaycanın nadir növlərinin yer aldığı göstərilir. 2023-cü ildən sonra tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Göygöl Milli Parkının bu zonasında biz qırmızı kəhrəni, qırmızı kəhrə və yaxud da ki, qırmızı peripeya, eyni zamanda el arasında ona qaylandığı da deyirlər. Biz onu Göygöl Milli Parkının bu zonasında, Tovanada, Əzgəli kəndinin yaxınında aşkarlamışdıq. Keçən illəri Şuşa şəhərində də biz qırmızı peripeyanı şəxsən özüm gördük və bununla bağlı bizim əsaslı süjetlərimiz, şəkillərimiz, videolarımız var. Çox istəyərdik ki, bu günləri Bioresurslar İnstitutunun adından, eyni zamanda Göygöl Milli Parkının adından bu hər iki məkanda Azərbaycanda təsviri yalnız yayılması Böyük Qafqazda göstərilmişdir. Bu beynəlxalq siyalarda göstərilir. Hal-hazırda Qərb bölgəsində və Şuşamızda bu bitkinin, bu çiçəyin çox nadir bir növün aşkarlanması məncə önəmli olduğunu siz də qəbul edirsiniz. Gəncə Dövlət Universitetinin elmi şurasında hazırda bizdə elmi şura olmadığı üçün bunun müzakirə edilməsini mən xahiş edərdim Gəncə Dövlət Universitetinin rəhbərliyindən. Bu günləri hər kəs Qarabağda elmi araşdırmalarda və digər işlərin icrasında öz töhfəsini verməyə çalışır. Bir Qarabağlı olaraq dövlətimizlə qürur duyuram, sizlərlə minnətdarım, sizlərin hər birinizə minnətdaram. Yaşasın Gəncə, yaşasın Azərbaycan. Göygöl Milli Parkı və digər ərazilərdə elmi tədqiqatların aparılması üçün Gəncə Dövlət Universitetində, Texnologiya Universitetində, Agrar Universitetdə və yaxud da ki, universitetdə oxuyan digər şəxslər olsa, tədqiqatlar aparmaq üçün əlimdən gələn bütün dəstələri verməyə hazıram. Burada yalnız rəsmi geyimi sizin yanınızda geyməkdəyəm. Mən hər gün çöllərdə tədqiqatlardayım, bununla qürur duyuram. Mən çox xahiş edirəm, kimə maraqlıdırsa, çöl tədqiqatlarının icrası üçün bizlərə müraciət etsin. Bioresurslar İnstitutununda bu günləri mənim tədqiqatlarımda böyük dəstəklər. Xüsusən təşəkkür edirəm İmran müəllimə, sizlərin yanında olmaqdan qürur duyuram. Çox sağ olun. Minnətdarım sizə.